Haram olsun yaxşılığı gözündə bilməyən insanlara. Vallahi belə getsə, Azərbaycanda heç kimə yaxşılıq eləməyəcək. Nə qədər ki, nankorlar çoxalır, qədir bilməyənlər çoxalır, yavaş-yavaş o yaxşılıq eləyənlər də yaxşılıqdan əlini çəkəcək. Çünki niyə? Ətrafımızda o qədər nankorlar var, o qədər qansız insanlar var. Yaxşılığı eləyirsən, sonra pislik görürsən. Qardaş, barmağı bal elib qoyursan ağzına, bir ay, 2 ay keçir, olursan onun həyatında ən pis adam. Özündən başqa hamını düşünürsən, hamıya yaxşılıq eləyirsən. Yenə də əllərindən gələn pislikləri sənə qarşı eləyirlər. Bu bəzi insanlar nə qədər vəhşi imiş, nə qədər nankor imiş, nə qədər qədir bilməz imiş. Özləri nankordur, xayındır, paxıldır. Özün qoyub gedib başqasının haqqında danışır. Başqasını şərrəmək istəyir, başqasının üzünə durmaq istəyir. Gör bunlar nə qədər alçaq adamlardır, bunlar nə qədər şərəfsiz adamlardır. Özündə olanı başqasında axtarır. Araşdırsın, həyatda ən axırıncı adam, həyatda ən pis adam da. Amma istəyir ki, başqasında da olsun. Elə bilirsən, özün elə apar, elə bil ki, bu adam mələkdir. Lənət olsun sizin kimi insanlara. Hamını yaxşı tanıyır, adam istəmir, adam abırından utanır. Baxmaz söyüşə, baxmaz heç nəyə. Əlindən gələni eləyər sizin kimi alçaq insanlara. Düşman axtarmağa ehtiyac yoxdur. Düşman elə öz içimizdədir. Nə qədər qabağa gedətsən, dartacaqlar dala düşətsən. Çünki özü bacarmır axı, özü irəli gedə bilmir. Əlindən gələni edəcək ki, sən qabağa getməyəsən, sən gözdən düşəsən, sən rüsvay olasan. Lənət olsun bu cür müsəlmançılığa. Eləməyin ha ki, yaxşılıq yoxdur elə nankorlara. Eləməyin. Quran and olsun, çoxunun qapısını açsan, mındardan betər, nankordan betər, alçaqdan betərdir. İstəyir kişisi olsun, istəyir qadını olsun. Gərək yaxşılıq eləməyəsən elə insanlara. Qoy elə evin içində can versin, acından olsun, məhv olsun. Elə insanlar ölməlidir.